Dostlar salam, xoş gördük. Sizə bugün öz məhsullarımı göstərmək istəyirəm. Hal-hazırda evdə hansı məhsullar var və bəzi məhsulları deyim ki, sizə hər zaman evdə olmalıdır. Nəyə görə? İndi birazdan başa düşəcəksiniz. İlk öncə başlamaq istəyirəm ki, Navamin məhsulundan. Navamin bizim antioksidant kompleksimizdir. Yəni Navamin burada az qalsa da, amma ki, yenə təzə Navamin var, mütləq evdə var. Yəni il boyu biz bu məhsulu evdən əskik etmirik. Çünki nəyə görə? Antioksidant kompleksi tərkibində A, C vitamini var. Viruslardan bizi qoruyur, immuniteti gücləndirir və hətta xərçəng hüceyrənin yaranmasını qarşısını alır. Yəni mütləq hər kəsin evində olmalıdır və istifadə etməlidir. Təbii məhsuldur. Yəni ümumiyyətlə məhsullarımız hamısı təbiidir, orqanikdir. Ondan sonra çox gözəl bir məhsuldur, çox vacib bir məhsuldur. Mən bu məhsulu demək olar ki, ildə 5-6 dəfə qəbul edirəm. 60 kapsuldur, Syncrovital 4 məhsuludur. Bizim qaraciyərimizi qoruyur. Sonra Omega, şimali omega, bu məhsulu mən özüm istifadə edirəm. Bilirsiniz ki, omeganın faydaları çoxdur. Uşaqlara da mən verirəm. Uşaqlara ən çox belə komplekslərdə verməyi tərcih edirəm. Nəyə görə? Çünki bilirsiniz ki, dərs zamanı yaddaşı gücləndirmək üçün bizdə IQ box çox gözəl bir məhsuldur. Beyin qan dövranını yaxşılaşdırır. Yəni hər tərəfli IQ səviyyəsini yaxşılaşdırır və demək olar ki, tərkibində ginkgo biloba və omega 3 var. Ondan sonra baxın, Syncrovital 4-lə, yəni biz belə deyim də, yəni bəs etmir bizə, yəni qaraciyərimizin və istəyirsiniz ki, balaca uşaqların da qaraciyəri qorusun. Yəni belə balacada 1-2 yaşında uşaqlara siz EPAM 4 də verə bilərsiniz. Çünki elə uşaqlar da görürsünüz xəstələnirlər və immunitetin güclü qalması üçün bizim qaraciyərimizi də hər zaman qorumaq lazımdır. Çünki bəzən dərmanlarda, yəni aptek dərmanlarda istifadə etmək məcbur qalırıq, hər hansı bir ağrılı xəstəliklərdən də. Yəni ona görə də EPAM 4-ü də biz bu, yəni müalicə kompleksindən əlavə edə bilərik. EPAMlar məndə ümumiyyətlə həmişə evdə var. Çünki onların da çox gözəl təsiri var orqanizmində. Həm profilaktik üçün istifadə edirik. EPAM 4 bizdə virus əleyhinədir. Yəni həm yenə deyirəm uşaqlara gündəlik verə bilərsiniz və EPAM 1000. İndiki dövrdə bilirsiniz ki, çox insanlarda, uşaqlarda, böyüklərdə hamıda nevroloji problemlər var, stres, əsəb, gərginlik. EPAM 1000 bunun üçün çox gözəl bir təsir edir. Sonra arxada biz burada məhsulları görə bilərik. Bizim fitosorbentlərimizdir. Joint Comfort və Purolife. Bunların haqqında yəni biz çox danışa bilərik. Joint Comfort bizdə oynaq fitosorbentidir. Tərkibində kollagen də var. Yəni kollagen istəyən insanlar, axtaran insanlar bu məhsulu seçə bilərlər. Purolife də bizdə təmizləyici, detoks məhsulumuzdur. Mədə bağırsağının fəaliyyətini yaxşılaşdırır və təmizləyir şlaklardan, toksinlərdən, parazitlərdən. Burada arxada D vitamini var. Təəssüf ki, Azərbaycanda D vitamini yoxdur. Yəni D vitamini də çox bilirsiniz ki, vacib bir məhsuldur. Yay-qış biz istifadə etməyə yəni tövsiyə edirik. Burada bizdə hansı məhsullar var? Hialuron turşusu və vitamin C tərkibli olan kapsuladır. Bunu mən özümə almışam, istifadə edirəm hal-hazırda. İnanıram ki, çox gözəl bir təsir göstərəcək. Sonra bizdə burada minerallar var. Bu mineralları mən istifadə edirəm. Maqnidir, sinkdir. Çox vacib bir minerallardır. Maqni biz il boyu qəbul edə bilərik. Sinir problemlərində, yuxu problemlərində, sonra qan dövranı problemlərində, təzyiq problemlərində biz maqni istifadə edirik. Ümumiyyətlə yenə deyirəm, il boyu biz maqni istifadə edə bilərik. Sink bizdə saç tökülmə problemində, immunitet zəifliyində, ən əsasda hormonlar balansını bərpa edir. Yəni sürətləndirir sink mineralı. Onu da tövsiyə edə bilərik. Kalsi balaca oğluma verirəm. Kalsi yəni sümüklər üçün də yəni əsas biz məhsul kimi tanırıq, amma ki onu da xüsusiyyətləri çoxdur. Və glisin. Glisin də bizim amin turşusudur. O da çox geniş spektrli bir məhsuldur. Əsas da o da stressdən, gərginlikdən və beyin fəaliyyətindən çox gözəl təsir göstərir. Demək burada hansı məhsullar daha var? Valerian Melisa'nın. Baxın, demişdim sizə məhsullar, bəzi məhsullar il boyu bizdə var. Elə ona görə göstərmək istəyirəm ki, Valerian Melisa'dır, maqnidir, sonra balıq yağıdır, Syncrovital 4-dür, Novamindir. Bu kimi məhsullar bizim evdə hər zaman var. Yəni bu görürsən ki, hansı bir, məsələn, gündə əsəb, stres keçirtmişik, hansı bir gərginlik olub, biz məsələn bu Valerian Melisa'nı qəbul edə bilərik. Əvvəldən bilirsiniz də o sarı tabletkalar olurdu, valerianka. Onu insanlar içirdilər. İndi biz də öz şirkətimizi yəni əməkdaşıyıq deyə biz də təbii ki, öz məhsullarımıza üstünlük verəcək və bu məhsul çox gözəl təsir göstərir də belə bir hallarda. Və probiotikdir. Elbifit, bunu da mən özüm qəbul edirəm. Çox gözəl bir məhsuldur. Bizim bağırsaq mikroflorasının bərpa edir. Bu belədir. Yuxarıda da bizdə burada çaylardır. Turba çaydır, təmizləyici çay. Nömrə 1 çay həzm çayıdır. Nömrə 6 çay qaraciyər üçün. Baxın, yenə kompleks qaraciyəri biz hər tərəfli qoruyuruq. Nömrə 2 çay qadın harmoniyasıdır. Sonra burada hansı çaydır? Bu desə nömrə 9. Nömrə 9 çay şəkər çayımızdır. Başqa açılmamış çaylar da var orada. Nömrə 4, nömrə 7, nömrə 3 bu çaylar da var. Və təbii ki, qara çay üstünlük verənlər bizim Çayxanski çayımız da var. Baxın, yenilikdir xanımlar. Çox gözəl dadı var. Yəni kim istifadə edib, kim dadına baxıb, yəni sadəcə heyran qalıb bu çaya. Bu çayların hər birini mən gündəlik istifadə edirəm. Demişdim sizə, yəni qara çay istifadə etmirəm. Yəni market çayları, bu çaylara üstünlük verirəm. Və çox gözəl, təbii ki, orqanizmə fayda verir bizim məhsullar. Bu qədər xanımlar, hər zaman sağlam olun, düzgün seçim edin, sağlamlığınız hər zaman yüksəkdə olsun. Təbii ki, Siberian Wellness-la.